Salam aleykum. Bu mənim üçün maraqlıdır. Biz Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu separat və sair hərəkətlər oldu Azərbaycanda. Bundan xeyli əziyyət də çəkdik və əlhəmdülillah ərazi bütövlüyümüz təmin edilib. Amma məsələ ondadır, bu bilirsiniz Azərbaycanda bir bölgə var, daha doğrusu bir qəsəbə var, bölgədə də bir bölgədə yerləşən bir qəsəbə var, Qırmızı Sloboda. Ümumiyyətlə, orada dövlətin nəzarətində orada nə baş verir? Biz orada Cürdlər yaşayır, Yahudilər və orada ümumiyyətlə məlumat var bizim dövlətdə. Məsələn, onlarda məktəblərdə vəziyyət necədir? Orada ümumiyyətlə qəsəbədə vəziyyət necədir? Orada insanlar, məsəl üçün, bir yaxına bir Anadolu Türkiyə Qırmızı Slobodaya gedib, bizim qardaşımız, qardaş ölkənin vətəndaşı. Orada bir Yahudi bilir ki, bu Anadolu Türkiyə tez onun üzünü çevirib onda. Yəni ki, bu başqa bir rayonda elə bir şey olsaydı, bir hansı bir vətəndaş eləsəydi, bizim hökumət buna rahat baxardı mı? Yəqin ki, yox. Bəs niyə Qırmızı Sloboda bunu rahatca görə bizim qardaş ölkənin vətəndaşına qarşı, bizim türkümüzə qarşı? Çünki Azərbaycanda da titulu xalq türklərdir, Azərbaycan da türk dövlətidir və digər türk dövlətinin vətəndaşı olan bir türk qardaşımıza, bir türk qardaşımız özümüzküdür. Qardaş nədir? Eyni milli mənsubiyyətdə olduğu bizim bir qan qardaşımıza qarşı, din qardaşımıza qarşı, hansı bir Yahudi Qırmızı Slobodada niyə üz çevirməli və biz bunu rahat və sakit müşahidə etməliyik? Ümumiyyətlə, Qırmızı Slobodada ümumiyyətlə Azərbaycan dövlətinə, Azərbaycan təbliğatı hansı səviyyədə gedir? Bağçadan tutmuş, məktəbdən tutmuş, daha digər orada dövlət orqanları vardı, orada olan, mövcud olan dövlət strukturlarında onların sual versən, İsrail mi, Azərbaycan mı, onlar kimi seçirlər? Sabah biz Azərbaycan İsrail futbolu oynadı. Onlar kimə məsəl üçün nazarkeşlik edəcəklər? Suallar var da, doğru. Biz oranı nəzarət edəyikmi? Mən sizi inandırım, biz o Qırmızı Slobodanı mən belə görüm, tam buraxmışıq və sabah onlar betər. Onsuz da indi də deyirlər ki, biz minilliklərlə orada yaşamışıq. Siz sonra oraya gəlmişsiniz, biz türklərə deyirlər. Artıq İsraildən bu söhbətlər gedir. Qırmızı Slobodadan biz nəzarət edirik. Biz burada hicablı məktəblərdə nəzarət edirik. Orada amma kipanı nəzarət edirmiyik. Biz Bakıda belə Əhməddə bir Yahudi məktəb var. Orada belə kipanı nəzarət etmirik. Qırmızı Slobodada mı nəzarət edirik sizcə? Yəni bu, mən yenə deyirəm, bu məsələlərə biz diqqətli olmalıyıq və sizə bir sözüm, bunlar gör, mən məsəl üçün İsrailə qarşı tək-tük Azərbaycanda siyasətçilərdən sözümü deyirəm və ümumiyyətlə İsrail Azərbaycanda ilk dəfə terror dövləti adlandıran bir siyasi kimliyəm. Hələ bu Qəzzada olan hadisələrdən qabaq mən bunu inşallah edən bir adamam. Və siz bilirsiniz, ondan sonra bu istər Azərbaycanda, istər İsraildə yaşayan Yahudilər mənə necə hədə qorxu gəldi. Hədə qorxu gəlmələr olan hədə qorxusundan təbii qorxan yoxdur. Amma gör, bunlar nə tər qudurublar ki, və bunlar Azərbaycanın özünü necə belə deyək, Rusiyada var, bu votçina sayırlar ki, mənə belə deyir, biz siz biri yazıb bu yaxınlarda. Payını verdim, harop satmışıq, bizim hesabımda bizə yalvarırdınız, biz silah satdıq siz. Sənin ümumiyyətlə İlham Əliyevin xəbəri varmı? Onun ölkəsində belə bir adam var və o belə sözlər danışır İsrailə qarşı. Birinci, bura kimsə şəxsi ölkəsi deyil. İlham Əliyev bu ölkənin prezidentidir. Prezidentlər gedər gəlir. Bugün İlham Əliyevdir, sabah başqasıdır. Amma gör, bunlar, bunu mənə deyən Yahuddalar, Cürdlər, İsraildə, Amerikada, Almanya, bilməm, harada oturub, Rusiyada, Ukraynada. Gör, nə tər qudurublar ki, bunlar Azərbaycan vətəndaşına deyirlər ki, sən Azərbaycanda İsrailə qarşı söz deyə bilmərsən. Fikir verin, bunların qudurğanlıq səviyyəsi. Görün, bunlar Azərbaycana hansı gözlə baxırlar. Bu da çox Azərbaycan təhlükəsizliyi üçün çox ciddi siqnaldır. Çox ciddi siqnaldır. Onsuz İsrail fake dövlətdir və bu fake dövlətin axırı Yeruşalim krallığının axırı nə oldu? Onun da axırı olacaq inşallah və tez bir zamanla. Zaten mən bunu əvvəl dedim ki, Azərbaycan İsraili öz müttəfiqi seçməli ümumiyyətlə səhv eləyib. Trump'ı da öz müttəfiqi seçməli səhv eləyib. Çünki Trump da müvəqqətidir, Amerikan prezidentidir, o təzən demokratlar bu yaxınlarda gələcəklər orada iqtidara. İsrail də müvəqqəti bir fake ölkədir və o axırı vaxtlarını yaşayır. Odur, biz sizə insan axır vaxtlarına bax, insanın bir azınlaşanda, bunlar artıq bu qədər azınlaşıblar ki, olan artıq bunlar agoniyadandır və bunlar axır vaxtlarını yaşayırlar.
Və biz bir İsrailə görə müsəlman dünyası ilə, türk dünyası ilə gəlin düşman olmayaq və özümüzdə də bunları ciddi nəzarətdə saxlayaq. O cümlədən Qırmızı Slobodanı. Bilək ki, orada nələr baş verir. Oradan mərkəzdən qaçma sabah biz meylləri görəndə sonra deməyək ki, biz nə oldu, biz hara baxırdıq, biz nə edirik? İndidən bunu biz nəzarətdə saxlamalıyıq, o Qırmızı Slobodanı. Ki, sabah bizim üçün Yeni Qarabağ olmasın.